Artıq iri kalibrlərə keçməyin zamanıdır. Bu dəfə daha çətin, daha maraqlı olacaq. Əskərlərin qələbə əzminə şahid olduqca adam elə gəlir ki, onlar yarışa deyil, sanki real döyüş tapşırığına hazırlaşırlar. Nə qədər ki, yarış başlamayıb, mən də sazı, yox, silahı götürüm, sözümü meydanda deyim. İndi sazla silahlanmaq olar. Yeri gəlmişkən, dramaturgiyanın ana qanununa görə tamaşanın birinci pərdəsində divardan bir silah asılıbsa, ikinci pərdədə bu silahdan mütləq atəş açılmalıdır. Əlimdəki bu sazın bu meydanda nə işi var deyə düşünürsünüzsə, sınavın sonunu gözləyin. Vətən sağ olsun layihəsində 4-cü sınaq zamanıdır. Beləliklə, start komandası verildikdən sonra hər komandadan bir iştirakçı təkəri yuvarladaraq özü üçün ayrılmış masanın yanına qədər irəliləyir. Masaya çatdıqda təkəri komanda yoldaşına ötürür və masada olan yeşiyi götürərək avtomobilin yanına gətirir. Buna əməl etdikdən sonra döyüşçülər sürətli şəkildə avtomobilin təkərlərini yerinə bərkitməli və həmin avtomobildə saatda 30 km sürəti ilə atəş mövqeyinə doğru hərəkət etməlidirlər. Bir masadan başqa bütün masalarda yeşiklərdir. Sonuncu masada minaatan var. Hər komandadan sonuncu döyüşçü də minaatanı avtomobilin yanına çatdırmalıdır. Döyüşçülərin qayda pozması onların xal itirməsinə səbəb ola bilər. Odur ki, diqqət maksimum həddə olmalıdır. Amma bu hələ son deyil. Sınağın ikinci mərhələsində döyüşçülər atəş mövqeyində yarışacaq. Məkana çatdıqdan sonra komanda daxilində vəzifə bölgüsü olacaq. Bir nəfər tapanca ilə atıcı, bir nəfər yeşikləri açmaq üçün açar toplayan, bir nəfər yeşikləri açan, 3 nəfər mina atan heyəti. Doldurucu, tuşlayıcı və komandir. Tapanca ilə atış edən iştirakçı qarşısında yerləşən hədəfləri vurmalı və açarları əldə etməlidir. Bu açarlar yeşikləri açmağa kömək olacaq. Beləliklə, komanda üzvlərindən biri yeşikləri açır, digəri isə mərmiləri doldurucuya çatdırmalı olacaq. Ardınca dərhal komanda minaatanla hədəfləri vurmağa çalışacaq. Hədəf sisteminə dəqiq atəş edən və ən yüksək xalı toplayan komanda yarışın qalibi elan oluna bilər. Əgər bütün yarışı da qüsursuz icra etsə. Bu parkur minaatan parkuru idi. Bu parkurda biz hər kəs öz yerini tutmuşdu, hər kəs öz işini bilirdi. Qrup şəklində elə planlaşdırmışdıq ki, birinci növbədə güclüləri qabağa çəkək, saniyə cəhətdən biz onlardan geri qalmayaq. İlk öncə bizim tapşırığımız böyük təkəri qaldırıb növbəti komanda yoldaşımıza çatdırmalıydıq. Yarışma həm də sanki bir estafet idi. Çünki orada hərəyə uyğun olan yeri vermişdim ki, bizim üçün daha avantajlı olsun. Darağı doldura-doldura rəqib komandanı da müşahidə edirdim. Yəni orada Seyid o Eminlə təbrik edirəm. Yəni məsuliyyətə bir tərəfdə mənə düşürdüsə, çox tərəfi də mənim komanda yoldaşlarım minaatanlara düşürdü. Hər şey onun əlində idi. Yəni açarlar gəlməli, sandıq açılmalıydı. Mən də mineyi çatdırmalıydım. Minaatanı tuşlayıb, doldurub atəş atdıqca atamın mənə danışdığı döyüş xatirələri yanıma düşürdü. Sanki mən də həmin o döyüşün içindəydim. Başlanğıcı mən özüm elədim. Bartas komandasından isə Əli Rzeybelvin. Rəqibim də Əhməd Bəxtiyar idi. Bir yerdə təkərləri çəkməyə başladı, amma mən o təkərin o qədər ağır olacağını düşünməmişdim. Hətta birinci dəfə start verilən kimi, yəni cəhd bir şəkildə əlimi təkərə atanda gördüm ki, yəni çox ağır imiş. Əlim sürüşdə hətta çıxdı. Ona görə
Əhmədov Bəxtiyardan bir 10 santim dalaq almışdım mən. Fiziki güc baxımından müqayisə etsək, məncə hər şey aydındır. Yox. Amma tək fiziki güc deyil. Məncə həm eyni zamanda taktiki bilik də, biraz hiləgərlik, biraz cəhdlik, biraz çeviklik. İşte bu hər oyunda, hər parkurda belədir, səhv etmirəmsə. Artıq təkəri 30 metr məsafədə itələyib bitirdikdən sonra yeşiyi götürüb mən maşın tərəfə qaçmalı idim. Və mən 30 metr təkəri itələyəndən sonra, dartdıqdan sonra yeşiyi götürdüm, qaçdım. Növbəti mərhələ üçün sandığı daşıyır, komandanın digər üzvü təkəri aparır və daşımağa davam edir. Və mənim arxamca təkəri Vəliyev Samiri dartırdım. Mən yeşiyi götürüb qaçandan sonra artıq özümü çox yormamaya çalışdım. Çünki bilirdim ki, arkada gələn komanda yoldaşlarım hərəsi 30 metrdən o təkəri yerləsə də, yəni mən orada çox gözləməli olacağam. Mənim rəqibim Seydov İbrahim idi, mən ondan qabağa düşdüm. Qaz teminə mən çatdım. Birinci Əhmədov Bəxtiyar mən gedəndə gördüm ki, təkər bağlayır. Və o da yorulmuş, taqəti yox idi, gücü çatmırdı. Mən kömək elədim, elə təkərləri bağladıq. 30 metr məsafələrdə apardıqdan sonra bizim artıq orada yeşiklərimiz vardı, hansı ki, içində minaatan mərmisi olan yeşiklər. O yeşikləri götürüb təkəri üstündə olmayan maşına tərəf qaçmaq idi. Bütün rəqiblər elini satmış demək olar ki. Mən orada ikinci dayanmışdım, çünki belə bir bizim planımız var idi ki, mənim o maşının təkərindən biraz məlumatım vardı, düzgün yerini yetirə biləcəkdim deyə mən özümü biraz qabağa salmışdım. Elə birinci Əli Rzayev başladı, daha sonra mən. Və maşının təkərini götürdüm, maşına quraşdırmağa çalışırdım. O ərəfədə də Vəliyev Samir gəldi, mənə çox dəstək oldu. Seydov İbrahim də arxamca gəldi. Təkəri maşına quraşdırdıq ikimiz bir yerdə. Cep təkərə satanda o təkəri tez orada həll elədim. Təkəri yerinə yerləşdirdim və digər komanda yoldaşlarımı gözlədim ki, gəlib çalsınlar və biz hərəkətə başlayaq. Minomyot mərmisi götürüb maşına qaçırdıq. Biraz qolumda ağrılar var idi. Bu təkəri qaldıranda hiss elədim ki, yəni ağrılar var. Biraz orada çətinlik çəkdim. Komanda yoldaşlarım mənə dəstək olurdu və mən bunu görürdüm. İstəmirdim ki, onlar mənim qolumun ağrıdığını hiss eləsinlər. Komanda yoldaşımı, necə dedim, çox qabağa atmaq üçün mən daha tez təkəri ata-ata gedirdim. Orada mənə elə bir qeyri-adi bir güc də gəldi. Artıq 120 metrə məsafə götürdük. Bəli, bəli. Kəpəz komandası çox öndədir, liderliyini davam etdirir. İddialı görünürlər.
istər-istəməz mənim orada biləyim zədələndi. Amma buna baxmayaraq iradəmi, necə deyim, öz güvənimi yerə qoymadım və buna davam elədim. Mən onu gördüm ki, mütəmli əli təkrar aparanda biləyi mənə elə gəlir ki, əzilmişdi, çünki o hiss eləmişdim onu. Kaldı. Bir tane kaldı. Tez ol, dışı. Kaldı. Tez ol çaptı. Dışı. Geri. Rəhimli Səfər məndən əvvəl başlamışdı təkər itələməyə. Düzdür, məndən tez başlamağına baxmayaraq, mən onu gəldim, keçdim təkər itələmədə. Axırda da mən idim ki, təkərdən sonra mina atanı özüm götürüm, tez bir şəkildə maşına tez çatım. Ən axırda Həsənov İzzət gəlirdi. Həsənov İzzət də orada minamyotu götürməli idi. Mən var gücümü istifadə edərək təkəri qarşı rəqibdən xeyli irəli apardım və minamyotları götürməkdə mən çətinlik çəkdim. İzzət də bilirsiniz, biraz iri hüccəli adamdır deyə minamyotu biraz gec geyindi əyninə. Hər iki komanda bərabər hərəkət edir və bu çox maraqlıdır. Çox az məsafə var aralarında. Bu da oyunu daha həyəcanlı edir. Axırda onların bərabər gəlməyini görəndə biraz fikirləşdim ki, yəqin ki, Həsənov İzzət yorulub. Həqiqətən də yanımıza satanda gördüm ki, üzərində çox əşyalar var, minamyot idi. Tənginəfəs olmaq var, hansı ki, əzələ kütləsi böyük olanlarda, yəni çox qaçanda əzələ kütləsi böyüyür və tənginəfəslik yaranır. Sürət dayanma! 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 Sürət dayanma! Dayanma! Mənim öz komandam startdaydı, hazır idi, məni gözləyirdilər. Həsənov İzzət gəldi, ona qədər biz maşın təkərini birləşdirmişdik, bərkitmişdik, yeşilləri yığmışdıq arxaya. Mən çatdım, minamyotun altlığını verdim və mən özümü qabağa atanda bir şey mənim yadımdan çıxıb ki, minamyot mənim çiynimdə idi. Yəni, bu komanda yoldaşım Seyidov İbrahim onu gördü və mənim içəridə qarşıda otura bilməyəcəyimi anladı. Dedim ki, sən arxada oturmalısan. O da arxaya oturduqdan sonra o arxanın qapısını bağladım, özüm keçib qabaqda oturdum və biz hərəkətə başladıq.
Bəli. Sür. Ən sonuncu Seyidov Emil təkəri 30 metr fırlayıb, Minaatan dəstinin çiyninə alıb maşına gəldi və biz artıq hərəkətə başladıq. Əsgər Seyidov Emilin gətirdiyi Minaatan dəstini elə maşının içindəcə Minaatan heyətinə bölüşdürdük. Eşitse, karşıdayım. Hem çababenin demir yürüyüşü olma lazımdı. Hem çababenin bir defa da galip olsun. Bugünkü yarışımızın növbəti mərhələsindəyik. Ən həyəcanlı mərhələsində və qeyd edim ki, bugünkü yarışımızda böyük silahlardan atəş açılacaq. Minamyotdan komandalar çevikliyi görsənir. Çeviklik, həyəcan, döyüş ruhu. Onu düş aşağı. Geçişler al. Maşın da irəlilədik, çatdıq. Minamyot güllələrin aşağı boşaltdıq. Gəldik, çatdıq minamyot atılan yerə. Orada müəyyən olmuş yer var idi ki, biz yeşikləri oraya yığmalı idik. Əli Rızayev qaçdı tapanca hədəflərin arxasına. Mənim orada işim tapanca ilə hədəfləri vurmaq idi. Minamyot qrupunun da işi gedib minamyotu quraşdırıb, mənim vurduğum hədəflə qazandıqları minamyot gülləsini gözləmələri idi. Mirzəmmətov Minaatan komandiri idi, Həsənov İzzət tuşlayıcı, Həmidov Tacəddin isə doldurucu idi. Onlar da öz mövqeylərinə keçdilər. Biz müzakirə etdiyimiz an nəticələr dəyişir. Ona görə də oyundan bir an belə gözünüzü ayırmayın. Mən artıq orada cəld bir şəkildə maşından düşüb tez qaçdım tapanca hədəfinə. Cəld bir şəkildə darağı doldurdum, tapancaya darağı taxdım və hədəflərdən birbaşa ikisini məhv elədim. Hər iki hədəfdə mən bir açar qazanırdım. Rahat sıra, sağ sol, sağ. Ayarlasan. Mənim orada
tapşırığım o idi ki, mən yeşiklərin yanında gözləyirəm. Ərizeyev hədəf atır, oradan bir dənə açar gətirir. Mən yeşiklərdən hər hansısa birini açıram, aparıram, verirəm Həmidov Tacəddinə, o minatanı quraşdırır və atış eləyirlər. Minatanı quraşdırdıq, berkitdik, təlimatçıların göstərdiyi qaydada. Orada məndə də səhv oldu əslində. Çünki ola bilər ki, onlar düzgün nişan alsınlar. Çünki mən dolduranda bacardığım qədər ehtiyatla onu doldururdum ki, çünki orada su tarazı var. Lülə yığımına toxunduqda o su tarazı pozulur. Su tarazı elə bir şeydir ki, düzgün olmasa hədəfə düzgün düşə bilmirsən. Mənim əsgər yoldaşlarım hədəfə vurması üçün minomyot mərmiləri lazımdır və onların vurması üçün də güllələri mən qazanırdım. Mən hər dəfə doldurucudan sual verəndə ki, mərmi var, doldurucu bəli deyir ki, mərmi var. Bu, əsgər mütəllimin fəal iştirak etdiyi ilə irəli gəlir. Minatandan ilk atışımızı elədik, amma elə də uğurlu olmadı. Şuracılarımıza da çox güvənirdik. Rəhmli Safali bilik cəhətdən çox yaxşıdır. Seydov Emil də onun kimi. İkisi də hədəfə elə atırdılar ki, mən biləm hədəfə yox, düşmən təpəsinə düşürdü mərmi. Kəpəz komandası hal-hazırda hədəfə dəqiq atəş açmaqla 3 mərmi irəlidədir. Deyəsən bugün onların günüdür Rövşən.
Artilleriya atışları olduqca səs-küylü mərhələdir. İştirakçılar bu mərhələdə həm döyüş bacarıqları, həm də atəş bacarıqları ilə fərq yarada bilərlər. Bəs qələbə kimin olacaq? Hər şey atəş dumanı yatandan sonra bəlli olacaq.
Süvari! Atın! Atın! Əlirzayev Elvin mütəllimini əldən tez atış keçirdi və bizi bu biraz həyəcanlandırdı ki, biz uduza bilərik. Atın! Atın! Bir gərgin və həyəcanlı yarış sona çatdı. Uğur hər zaman gözəldir. Məğlubiyyətdən dərs çıxarmaq isə başqa bir hünərdir. Növbəti mərhələlərdə komandalar üçün hər şey aydın olacaq. Yolumuz Qarabağadır. Cənab əskərlər, bugünkü yarışın qalibi Kəpəz komandasıdır. Sizi təbrik edirəm. Sağ ol! Şəxsiyyət təlimatçıların sərəncamında. Diqqət! Her yerde! Her yerde! Her zaman! Her zaman!
Her zaman, her zaman. Kim sanatçı, kim sanatçı. Biz kimiz? Azerbaycan askeri, mahvederi düşmanı. Sərras atışlarıma baxmayaraq mən gözləyirdim ki, komandamdan yəni mənim əziyyətimi yerdə qoymazlar. Amma elə oldu ki, yəni alınmadı. Ərziyev Elvinin də orada əziyyəti az olmadı. Çünki o atış eləməsəydi, minamoyotlar bizim yanımıza gəlib çıxmayacaqdı. Mən orada bir şey heysləndim ki, yəni Ərziyev Elvin bütün hədəfləri layiqincə məhv etdi, yerinə yetirdi tapşırığını. Yəni o əziyyətini biz onun yerdə qoyduq. Düzgün hesab aparmadığına görə Minaatan yarışında məğlub olduq. Yəni Mirzə Məhəmməd orada mən müdaxilə etsəydim, bəlkə də bu belə olmazdı. Minaatanın hər dəfə sıfırlanması yadımdan çıxmışdı. Və buna görə hədəflər yerinə düşmədi. Komanda xal azlığı bizdə az oldu. Demək olar heç olmadı. Bir dənə hədəf düşmüşdü. Hər hansı bir səhvimiz ucbatından orada biz qalib gələ bilmədik. Amma qalib gəlməməyimizə baxmayaraq komanda ruh yüksəkliyimiz heç vaxt düşmürdü. Çünki biz əvvəldən də bir-birimizə söz vermişdik ki, qalib gəlsək belə, məğlub olsaq belə, psixoloji cəhətdən biz rəqibə xal üstünlüyü verə bilmərik. Seyidov Emil idi, Əhmədov Bəxtiyar idi, Rəhimli Safa idi. Üçünə də həqiqətən afərin, çünki çox əla atışlar elədilər. Komanda olaraq yəni yaxşı iştirak elədi və qalib olduq. Onlar mina atışında hədəfə düşə bilmədikləri üçün və biz qalib gəldik. O yarış mənim üçün çox gözəl oldu. Komanda yoldaşım Əhmədov Bəxtiyar isə ad günüdür, qalib gəlməmiz isə ona həsr edirik. Əhmədov Bəxtiyar da buradan onu təbrik edirəm. Bu oyunu da onun ad günü üstünə həsr edək. Komandamızdan bir hədiyyə olsun. Orada mən istəyərdim ki, oyunun qalibi olub, o qürur hissinə, fəxr hissinə Sumqayıta baxım doğma şəhərə. Amma o yaşamaq qismət olmadı. Amma elə o udsam da elə Sumqayıta orada görmək mənim üçün bəs oldu. Mən orada çox güvənirdim Seyidov Eminə və Rəhimli Safa ilə. Düşünürəm ki, bizim bu qabiliyyətimizdə atamın da payı var. Xəyalə, deyəsən bu gün silahı saza dəyişmisən. Müvəqqəti olaraq, çünki istəyirəm burada bir konsert verim. Tam zamanıdır. Çünki silahları kənara qoyub, musiqi dinləməyin vaxtı gəlib çatıb. Onda mən getdim. Əskər ata kişiyə hazırsan? Bəli. Meydan sənindir. Nə ifa eləyəcəksən bizim üçün? Bugün həyatı rəqs. Qalmışdı ki, unudum. Bugün eyni zamanda Qalib Kəpəz komandasının əskəri Əhmədovun doğum günüdür. Siz artıq onu təbrik etmişsiniz deyəsiniz. Təbriklər davam edir. Əskər Mütəllimli, sənə zəhmət olmasa. Doğum gününüz mübarək. Mübarək, ad günün mübarək, ad günün Hər insana, hər oğla belə ad günü qismət olur. Hərbidən ad günü qismət olur. Yəni sən ən xoşbəxt insansan ki, bu cür kollektivin, bu cür yoldaşların, qardaşların içində
hərbidə bir daha təbrik edirəm. Şanlı bir kızıl tarih adına ne yazdın sen yazdın zafer askeri. Söykənib vətənin qayalarına daşların üstünde yatan əskerim. Verdin qayalarla kürək kürəyə, gücüne güc qattı vətən sevgisi. Atıldın irəli Qarabağ deyə, vətən sağ olsun deyə titrətdi səsin. Hünərin dünyanı heyrətə saldı, ey mənim qəhrəman igid əskerim. Sen hak savaşınla qələbə çaldın, bayrağa büründün kendim şəhərim. Gələn sabahlara şanlı yol açdın, sənə bənzəyəcək bu yoldan ötən. Qanınla canınla bir əsər yazdın, yazdığın əsərin baş hərfi vətən. Gələn sabahlara şanlı yol açdın, sənə bənzəyəcək bu yoldan ötən. Qanınla canınla bir əsər yazdın, yazdığın əsərin baş hərfi vətən. Yazdığın əsərin baş hərfi vətən. Qarabağ Azərbaycandır ey vətən, Qarabağ Azərbaycandır ey vətən.